Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli radio dinləyicilərimiz. Dağıstan radiosu ilə Azərbaycan dilində xəbərlər buraxılışına başlayırıq. Mikrofon qarşısında jurnalist Firuzə Şərifova, rejissor pult arxasında Minə xanım Mamayeva. Pobeda aviaşirkətinin təyyarəsi bugün yanvar ayının 15-də ilk dəfə olaraq Moskvadan Mahaçqalaya və əks istiqamətdə sərnişin daşıntısını təmin edib. Baxmayaraq ki, şirkətin saytında qiymətlərin ucuzluğu ilə bağlı reklam materialları yerləşdirilib, bununla belə ilk sərnişinlər biletlərin hətta 5000 rubladək çatdığını qeyd etmişlər. Federal Antimonopol Xidmətinin Dağıstan İdarəsi müvafiq uyğunsuzluğu araşdırır. Dağ Energoset Açıq Aksioner Birliyində Respublika Hökumət Sədrinin müavini Məhəmməd İsayevin rəhbərliyi altında aparılmış müşavirədə müvafiq sahənin inkişafı ilə bağlı problem və perspektivlər nəzərdən keçirilib. Bundan əlavə, birliyin elektrik xətt əmlakının konsolidasiyası üzrə razılığın icra müddətləri də müzakirə olunub. Dağıstan Respublikasının rəhbəri Ramazan Abdülətipovun 2014-cü il 29 dekabr tarixli 289 nömrəli fərmanı ilə İzumrud Mujayevna Muguddinova Dağıstan Respublikasının Rusiya Federasiyasının prezidenti nəzdində daimi nümayəndəsi təyin edilib. Zumrud Muguddinova 1954-cü il fevral ayının 23-də Mahaçqalada anadan olub, 1976-cı ildə Dağıstan Dövlət Universitetini başa vurub, əmək fəaliyyətinə 1973-cü ildə Dağvino Birliyində başlayıb, müxtəlif idarələrdə məsul vəzifələrdə işləyib, 1994-cü ildən isə Dağıstan Respublikasının Rusiya Federasiyasının prezidenti nəzdində daimi nümayəndəsinin müavini vəzifəsində çalışırdı. Respublikanın hökumət sədri Abdüsəməd Həmidovun və Respublika İcra Hakimiyyət orqan rəhbərlərinin iştirakı ilə aparılmış müşavirədə Nazirlər Kabinetinin yaxın perspektivdə önəmli inkişaf istiqamətləri müəyyən edilib. Tədbir gedişində Respublikada tətbiq edilən önəmli layihələrin icrasına bütün qüvvələri səfərbər etmək qərarı alınıb. Müşavirədə nazirlik və idarələr tərəfindən işlənib hazırlanmış normativ qanun layihələrinin keyfiyyət artımının təmini ilə bağlı məsələ də diqqət mərkəzində idi. Abdüsəməd Həmidov müvafiq sənədlərin reqlamentlə müəyyən edilmiş müddətlərdə və gərəkli səviyyədə Dağıstan Respublika hökumətinə daxili zəruriliyini də bir daha qeyd etdi. Onun sözləri ilə əks halda sənədlər yenidən hazırlıq məqsədi ilə geri qaytarılacaq. Reqlamentə müvafiq işi təmin etməyənlərə münasibətdə isə müvafiq ölçü götürüləcək. Bu sahəli işlərin daha səmərəli icrası üçün Həmidovun fikrincə icra hakimiyyət orqanlarında hazırlıqlı, savadlı, vaxtında peşə artımı kurslarını keçən mütəxəssislər olmalıdır. Bundan əlavə, Respublika hökumətinin müşavirələrinə müzakirə məqsədi ilə daxil edilən məsələlərin hazırlığına da nəzarət gücləndirilməlidir. Müşavirə gedişində Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısına iş planı da nəzərdən keçirilib və bu əlaqədə 9 müşavirə aparmaq qərarına gəlinib. Müşavirədə Respublikanın sosial-iqtisadi inkişafının digər aspektlərinə də diqqət ayrıldı və bu əlaqədə Abdüsəməd Həmidov məsul rəhbərlərə müəyyən tapşırıqlarla müraciət etdi. Bildiyiniz kimi 2013-cü il fevral ayının 1-dən Respublika Xalq Yığıncağı nəzdində deputat postu fəaliyyət göstərir ki, bu rayda vətəndaşlar həm gələrək və həm də zəng edərək məmurların, dövlət hakimiyyət və yerli özünü idarə orqanlarının, korrupsiya xarakterli təşkilatların iş fəaliyyəti üzrə şikayətləri ilə müraciət edirlər. Cari il yanvar ayının 12-sindən etibarən deputat postu yenidən fəaliyyətdədir. Diqqətinizə çatdırırıq, hörmətli radio dinləyicilərimiz ki, Respublika Parlamentinin deputatları şənbə və bazar günlərindən əlavə hər gün səhər saat 10-dan 17-yədək 67-30-51 nömrəli telefona vətəndaşların müraciətlərini qəbul edir və bu çərçivədə yardım göstərirlər. Rəsul Həmzəyatov adına Milli Kitabxanada filologiya elmləri doktoru Maxaç Məhəmmədxanovun kitabı geniş oxucu dairəsinə təqdim olunub. Bir sıra monoqrafiya, tərcümə və tədris kitablarının müəllifi ilk dəfə avar dilində qələm aldığı topluluğunu buraxıb. Məhəmmədxanov Respublika Yazıçılar İttifaqının üzvüdür, Dağıstan Respublika Dövlət Mükafatının laureatıdır.
Kaspisk şəhərində 1998-2000-ci il təvəllüdlü yeniyetmələr arasında azad güləş üzrə Mahaçqala zona yarışları keçirilir. Turnirin ilk günündə Həmid Həmidov adına idman məktəbinin yetişdirmələri 3 qızıl medal əldə etmişlər. Əli Əliyev adına idman məktəbinin və təkbətək güləş üzrə məktəb idmançılarının payına isə 2 qızıl medal düşüb. Yarışlar öz davamını sabah da tapacaq. Siz son xəbərlərə qulaq astınız.